yoldaşlar, hər vaxtınız xeyir olsun. Keçən dərsdə sizə keçdiyim kimi datadan, tarixdən ziyadə bugünkü dərsimiz e, tarixin və toplama düsturunun ortaq məxrəcidir. Yəni nədir məsələ? Buradakı məsələ odur ki, e, necə deyərlər? Məsələn, illik rublilərin hesabatını vermək lazımdır və siz bu hesabatı verən zaman bəzi çətinliklər çəkirsiniz. Bu çətinliklər belə deyim, hesabatlarda sizə köməyiniz üçün yararlı olan videodur. Hansı ki bu video birazdan sizə əsaslı açıqlamasını göstərəcəm. Bugünkü videoda nəyə çəkəcəyim və nəyə göstərəcəm sizə. Bərabərdir. Daha öncə də keçdiyim düsturlardan biri. Sumis. Öncə məbləği götürürəm. Vergül. Tarixləri götürürəm. Vergül. Dırnaq açıram. Böyük işarəsi. Bərabərdir. Dırnaq bağlayıram. Bağlama işarəsi verirəm. Data. İşarəsi datanı verdikdən sonra, məsələn, 2026-cı ilin baxın, bu hissədə 12 aydır. Mənə lazımdır sonuncu ay. Mənə lazımdır sonuncu ay və həmin o sonuncu ayda belə deyim, dəyişikliklər lazımdır. Yaxud da ki, bizə sonuncu yarım ilin hesabatı lazımdır. Sonuncu yarım ilin hesabatında satış məbləğini tapmaq üçün biz 12 1 yəni 12-ci ayın 1-dən başlasın. Və yaxud 12-ci ayın 31-i eləsək, daha məntiqlisi olar. 1-ni versə, 1-dən ayın sonuna qədər bağlayır. Baxın, burada gördüyünüz kimi 2026-cı ilin 12-ci ayın 1-i. Burada tarix səhvimiz var. 12 apostrof. Məsələn 25 apostrof 2026. Burada daha fərqli tarix eləyirəm. Bunu sürüşdürürəm aşağı məsələn. Burada daha fərqli tarixlərdir gördüyünüz kimi. Məsələn burada eləyirəm 12-ci ayın 10-u. Əgər mən buradakı tarixi 31 eləsəm, bir çox Excel'lərdə bu sistem bunu tanımır. Ona görə mən buradan bunu götürürəm. Bir dəqiqə. Baxın, 12-ci ayların toplamını. Bunu daha əmin olmaq üçün, mən bunu daha əmin olmaq üçün nə edə bilərəm? Bura sum düsturunu yazıram. Belə deyim, hətta bir dəqiqə üzrlü sənin, daha rahat yolu üçün. 12-ci ayda gördüyünüz kimi bunları toplayırıq. Baxın, 1618 manat. 1618. Bir dəqiqə. Ondan sonra bu 422-ni götürürəm. Və bunları toplayıram. Gördüyünüz kimi. Hətta bunu daha rahat olması üçün onluqları azaltdı və tam hazır vəziyyətdə işləyir. Ona görə də baxın, bu düstur öncəliklə açıqlaması nədir? Bunun açıqlaması öncə toplanan məbləğlər, sonra həmin məbləğlərin əsasında tarixlər. Burada dırnaq içində böyüdür, bərabərdir. Yəni bu işarəni qoyduqdan sonra bunu götürüb bunun ərazisində bölündürsün, bərabər hala gətirsin. Bərabər hala gətirmək nə deməkdir? Yəni eyni tarixdə bizim verdiyimiz tapşırığın tarixində, data düsturunda tarixindəki olan məbləğlərə bağlasın. Baxın, bu bağlama işarəsi. Bir dəqiqə. Bu datanın arxasında olan bağlama işarəsi bunun əsas belə deyim, köməkçisidir. İndi də gələk növbəti əsas bizə lazım olan düsturlardan biri.
e-data düsturu. Yəni e-data nədir? Mən deyirəm ki, bu tarixdən çıxılsın 6 ay. Axı bu birinci həmişə ayı götürürdü. Baxın, Notion ilk ayı götürür. Və mötərizəni bağlayıram, təsdiqləyirəm. 12-dən 6 çıxanda 6 eləyir və 6-cı. Əgər mən burada desəm ki 9 ay çıx, 9 ay çıxacaq. Yəni 9 ay 25 günə verəcək. Əgər yox, mən bu bəzi Excel-lərdə işləyə də bilir. Bax, sırf bundan sonra olanlar işləməyə də bilir. Buradan deyirəm, çıx 5 gün. Görürsüz? Amma səhv eləmirəmsə 2019-un Excel-ində bu işləyir. Yəni, sırf bu funksiya. Gördüyünüz kimi gəldim, mən bunu minus elədim. Əgər mən buna desəm yox, yəni müsbət rəqəm versəm, 2027-ci ilin 2026-nın 12-ci ayında sonuncu ayı. Burada 2027-nin artıq 9 ay əlavə elədiyim üçün 9-cu ayına gəlir. Əgər mən bunu 3 ay desəm, yəni artıq 2027-ci ilin belə deyim, 9-cu ayına gəlir. Burada baxın, göstərirəm, bəzən işləməyə bilir. Çünki sizin Excel-lərdə ola bilsin ki, bu işləsin. Məndə olan Excel 2021-dir. Bəzi şeylər də belə deyim, komandaları dəstəkləyir, bəzi komandaları dəstəkləmir. Məsəl üçün, indi sizə göstərdiyim bayaqki formul normalda 2019-da işləməlidir. Baxın, əgər mən bütünlüklə bir tarixi götürsəm, vermir. Bir dəqiqə bunu F4 eləyim, görüm hələ F4 edildiyində tuta bilir. F4 edildiyində də əslində tuta bilmir. Gördüyünüz kimi. Yəni e-data düsturunun belə deyim, əsaslı prinsipi sırf bu hissədir. Yəni mən buna ay əlavə eləyə bilirəm. E-data, yəni bunun əlavə edilmiş forması sadəcə aylar üzrə mümkündür. Əgər mən buna belə bunu da yoxlayaq, bir 5 gündə əlavə eləsəm, gördünüz, yenə də işləmir. Normalda 2018 2016-nın Excel-lərində bu videoda olan, hətta bu videoda olan səhv kadrlar, məsəl üçün səhvliklər həmin illərdə olan Excel-lərdə işləyir. Bir dəqiqə. Yəni həmin tarixlərdə olan formullarda işləyir. Yəni burada bu düsturun əsas mahiyyəti tarix əlavə etməkdir. Bugünkü dərsimiz də bu qədərdir. Kiçik-kiçik idi, çünki dərslər qısadır. Ona görə də hətta çalışdığımız qədər daha ətraflı dərsi sizə keçməyə çalışıram. Ayın sonu imtahandır. Zəhmət olmasa imtahanlara hazırlaşın. Gününüz uğurlu olsun. Sağ salamat.